Cruises.azın dəyərli dostları, müştəriləri, Royal Caribbean Amerikan gəmi şirkətinə aid sonuncu və dünyanın ən böyük gəmisi Legend of the Seas gəmisi və belə bir möhtəşəm bir akvapark. Bir başqa videoda oradan sizə çəkiliş eləmişdim. Bir neçə mərtəbə çıxdıqdan sonra bir də bu hissədə yenə də sürüşə biləcəyiniz və start edə biləcəyiniz yer var. Deməli, sol tərəfdə basketbol, futbol, tenis və s. oynaya biləcəyiniz məkandır. Həmən bu tərəfdə mini golf var. Golf oynaya bilərsiniz. Əlbəttə, kafe, restoranlar dayanmadan hər addımda var demək olar ki. Amma bundan əlavə olaraq bu gəminin ən gözəl yerlərindən biri gəminin ən arxa hissəsi və o möhtəşəm hovuz. Möhtəşəmdir. Sağ tərəfdə yenə jacuzziler yer alır. Görürsünüz, insanlar dincəlirlər. Güneşlənmək üçün kifayət qədər çox sayda yer var. Və bu hovuz isə həqiqətən möhtəşəmdir və insanlar dincəlirlər. Həmən yanında çox uzağa getmədən Royal Caribbean Amerikan gəmi şirkətinə xas bir başqa məqamı daha deyim sizə. Və sörf eləyə biləcəyiniz belə bir möhtəşəmlik. Ola. Hər daim təhlükəsizliyi ilə əlaqədar əməkdaşlar alınır. Bu oğlan da alınır. Bir daha ay səni almalı. Baxın belə dostlar. Yəni bu gəminin ən son hissəsidir. Ayaq üstə durmaya çalışır. Bu möhtəşəm hovuz və diqqət edirsinizsə, o hissədə də insanlar güneşlənməyə kifayət qədər çox yer var. Gəminin tutumu 8000-ə yaxındır. Sərnişindən söhbət gedir. Onun üçün də hamının rahatlıqla dincələ biləcəkləri, xoş vaxt keçirə biləcəkləri bir məkan lazımdır. Və hal-hazırda La Spezia'dayıq, İtaliyanın La Spezia şəhərində, hansı ki buradan Cinque Terre kəndlərinə, Florensiya, Pisa'ya gedilə bilir. Səyahətlərinizdə bunu da nəzərə alın ki, səyahətinizi daha mənalı, daha xoş keçirdə biləsiniz. Bax belə dostlar.